Yəni preposition funksiyası nədir ingiliscə? Sözünün ingiliscə funksiyası nədir? Sizcə nə ola bilər? Sözlərin önündə işlənir bildik, amma nədir funksiyası? İstiqamət təyin edir. Yalnız istiqamət. Yəni nə ümumi götürsə nə bildirir? Yer bildirən, zaman bildirir, bəzən miqdar bildirə bilir. Bir də müəyyən feillərə qoşulan olan mənasını dəyişir. Məsələn, look feilinə qoşulanda look görünmək, look at olur baxmaq, look for axtarmaq. Sonra look through vərəqləmək, look after qarşısına qalmaq, take götürməkdir, take off, təyirlərin havaya qalxması, havaya qalxmaq, eyni zamanda əynindən çıxarmaq, nəyəsə belə. Funksiyaları fərqlidir. İndi ilk öncə ən çox bizim işlək olan sözünlərimiz var. Ən çox işlək olan sözünlərimiz hansılardır? In. İçində dadə. In sözünün funksiyası nədir? Deməli, yer məkan bildirməsi, ayların, illərin və fəsillərin qarşısında işlənir. Məsələn, fəsillərlə in spring, in summer deyirik biz. Sonra illər deyəndə hər hansı bir ildə bir hadisə baş verirsə in deyirik, falan ildə baş verir. In 2026, 2026-cı ildə. In April, apreldə bu formada işlədirik. Düzdür, aylarla tarix veriləndə dəyişir sözünü 10 olur. Yəni ayın yanına tarix verildisə 10 verilir. Yəni ingiliscə müəllimlər adətən tarixi yazın necə yazırlar? 10 Z nəsə belə bir şeydə. Z 10th of April ayın 10'unda. Məsələn, biz ən hansı bir cümləni yazanda ayın tarifi varsa necə gedir? 10'la gedir də qarşısında. Tarix varsa 10'dur. Tarix yoxdursa sadəcə in verəcəyik. Tarixlərdə iki cür yazılır. Bir uzun formada yazılır belə. On the 10th of April və yaxud da on April 10 yaza bilərik. 10 tərcüməsi üstündə. Ümumiyyətlə, in, on və ətin üçünün də ortaq cəhəti nədir? Üçünün də yer məkan bildirməsi. Məsələn, biz in the box deyəndə qutunun içində, at the window deyəndə pəncərənin qarşısında, bir də on the desk deyəndə partanın üstündə. Üçünün də ortaq cəhəti yer məkan bildirməsi. Yer məkan bildirir, bir də həftənin günləri ilə işlənir. Bax, on Saturday. Day tərkibində. Ümumiyyətlə, tərkibində day sözü olan nə qədər söz görürsünüzsə, hamısına biz 10 verəcəyik. Məsələn, hot day deyirəm mən. On a hot day. İsti bir gündə. Və öyrənmişsiniz əzbərləməli ifadələrdən. Tətildə, bayramda nə idi? On holiday. Bəli. Sonra həftə içi günlərdə, həftə içində on weekdays. Weekdays yenə də 10 olacaq orada. Aydın oldu. Aylar və fəsillər. Bax, bu vacib qeydlərdən biridir uşaqlar. Aylar və fəsillər hər hansı bir təyin edici sifətlə verilərsə 10 verilir. Məsələn, biz fəsillərlə in veririk. Eyni zamanda fəsillərlə in veririk, eyni zamanda aylarla da in veririk. Amma qarşısında hər hansı bir sifət verilirsə, soyuq bir yanvar səhərində deyirəmsə, soyuq bir qış günündə deyirəmsə, bu zaman nə verəcəm mən? 10 verəcəm mən. Soyuq bir qış axşamında, şaxtalı bir qış axşamında, on a frosty winter evening 10 verəcəm orada. Sonra bax, burada ətlə bağlı qeydimiz var uşaqlar. Ət yer məkan bildirir dedik, bayram adlarının, dəqiq vaxtların qarşısında işlənir. Dəqiq vaxt deyəndə nəyi nəzərdə tuturuq biz? Yəni, at 6 o'clock deyə bilərik, at 6:30 deyə bilərik, 6:30-da, at 9:30 deyə bilərik. Dəqiq saat odur ki, yəni dəqiqəsinə kimi göstərir də biz ki, yəni dəqiq saatdır bu, o zaman ət verəcəyik biz. Bayram adlarına da ət verilir, eyni zamanda yer məkan bildirməsini görürük biz. Bu qeydi də dedik biz ki, dey varsa 10 olur bütün ifadələrdə. Bay haqqında danışaq. Bayın 3 tərcüməsi var. Yanında, tərəfindən və vasitəsi. Tərəfindən mənasında bilirik biz. Harada işlənirdi? Məhsul növdə yazıdadır, bəli. Deyəm ki, this letter was sent by Tom. Tom tərəfindən, bu məktub Tom tərəfindən göndərilir. Belə. Vasitəsi də mənasında nə zaman işlənirdi? Nəqliyyat vasitələrinin qarşısında. Nəqliyyat vasitələri. Və deyəm ki, I went to school by car. Mən məktəbə maşınla getdim. By bus, by plane. Yəni, burada vasitəsi ilə mənasını verir. Bir də yanında. Məsələn, bax, uşaqlar, by car var, bir də by the car var. Fərqlər nədir? I stood by the car. Nə deməkdir? Mən maşının yanında dayandım. By'dan sonra z varsa, car verirəmsə, nəqliyyat vasitəsi verirəmsə, bu zaman nədir? Bu artıq yanında mənasında işlənir. Və I bought a new house by the sea. Nə deməkdir? Mən dənizin yanında yeni bir ev aldım. By the sea, dənizin yanında, burada yanında mənasında gedir. Aydın oldu? Yəni, yanında mənasında verəndə z veririk, amma belə normal nəqliyyat vasitəsi ilə mənasında veririk nəqliyyatlarla. O zamansa by ilə nəqliyyat arasında heç bir artikel biz vermirik. Sonra, əgər nəqliyyat vasitələri mənsubluq bildirərsə, in işlənəcək. Məsələn, deyirəm ki, I went to school in my father's car.
mən məktəbə atamın maşınına getdim və yaxud da I am in his car. Mən onun maşınındayım. Və yaxud da I went to school in his car. Mənsubiyyət varsa bir mənalı burada in verəcəyik biz. To ilə bağlı danışaq. To A-ya istiqamət bildirən sözünümüzdür. Bunun into ilə fərqi var. Into da var. Into içinə A-yadır, amma to isə sadəcə istiqamət bildirən sözünümüzdür. Məsələn, mən məktəbə istiqamət götürüb gedirəmsə, I go to school deyəcəm mən. Düzdür? I go to the library, kitabxanaya gedirəm deməkdir. İstiqamət kitabxanaya. Hələ bilmirəm mən kitabxananın içinə girəcəm, yoxsa bəlkə yolda qayıtdım, bəlkə yolda istiqamətimi dəyişdim, bəlkə kitabxanaya gedib kitabxananın yanında kimsə görüşürəm. Sadəcə istiqamətim kitabxanaydı, düzdür? I go to the library. Amma into isə o zaman verirəm ki, mən birbaşa mən artıq qapalı bir əraziyə daxil oluram. Deyirəm ki, I go into the library. Sanki bir növ belə də internet sunan kimi deyilir də, daxil olmaq mənasında. Və yaxud da I put my book into my bag. Nə deməkdir? Mən kitabımı çantamın içinə qoyuram. Qapalı bir əşyanın içinə başqa bir əşyanı qoyanda biz into-dan istifadə edirik. Amma mən orada to verə bilmərəm. I put my book to my bag yox, into my bag deməliyəm mən. Çünki istiqamət varsa sadəcə into daha dəqiqdir ki, qapalı bir əraziyə nəsə qoyuramsa və yaxud da qapalı bir əraziyə daxil oluramsa into verirəm. Amma to isə sadəcə istiqamətdir. Daha qeyri-konkretdir də belə deyək. Sonra var burada uşaqların hansı sözünü var? Along var. Sonra burada görürsünüz də neçə sözümüz var. Məsələn, ən çətinlərindən danışaq. Beside var, yanındadır, bir hərfdən fərqləri var. Besides başqa savay deməkdir. Beside yanındadır, besides başqa savaydır. Except də savaydır. Görürsünüz uşaq, except-lə expect-i səhv salmayın. E-X-P, E-X-P gələrsə, bu yol gözləmək feilidir. Bir hərflə fərqlənir, gözləmək. Amma birinci si hərfi gəlirsə X-dən sonra, bu isə başqa savay deməkdir. Above, below biz öyrənmişdik, yazılan sözlər qismində. Yuxarı, aşağı. In front of var, önündə, qarşısında. Opposite, əks tərəfində, qarşısında, sinonim bir-birinə. Viz ilədir, without, sızmadan, mədən deməkdir. Out of, çölə barə. Bayaq biz dediyi bir cümlə. I put my book into my bag. Nə deməkdir? Mən kitabımı çantamın içinə qoyuram. Yaxşı, götürmək nədir? I take my book out of my bag. Kitabımı çantamdan çölə çıxaram. Çölə çıxarmaq take out of-dur. İçinə qoymaqsa put into-dur. Fərqli antonim ifadələr bir-birinə. Sonra between, among arasında, ikisi arasındadır. Bunların da fərqini mən sizə izahləmişdim bir vaxt. Among çox nəfərdir. Yəni, 3 və daha artıq şəxsdən söhbət gedərkən. Amma between isə 2 nəfər. Məsələn, between-lə bağlı nə deyə bilərəm? Deyirəm ki, I sat between two brothers. Mən iki qardaş arasında əyləşdim. Burada two deyirəmsə, artıq 2 nəfərdir burada. Amma among isə daha çox anlamda. Along boyuncadır, inside-dan outside, yəni antonimdir bir-birinə. Bunların tərcüməsini öyrənməlisiniz ki, ümumiyyətlə sözünündə tərcümə lazımdır. Çünki sözünlərin tərcüməsini bilməsiniz, biraz testlərə çətinlik çəkəcəksiniz. Mən sizə göstərəcəm, elə testlər var ki, artıq müasir topluluklarda testlər daha çox tərcümə əsaslanır. Burada da bax, through var. Through nə deməkdir vasitəsilə? Through. Deyirəm ki, I went to the village through the thick forest. Nə deməkdir? Kəndə sıx meşədən keçib getdim. Sanki bir növ belə deyim də, maniyədən keçib gedirəmsə, vasitəsilə nəyəsə vasitə. Deyirəm ki, I went to the city through the tunnel. Tüneldən keçib. I drove my car through the tunnel. Tüneldən sürdüm maşınımı. Yəni bir növ through sanki maniyələrdən keçirəm. Nəsə bir qabağımda bir maniyə var, ondan keçib gedirəmsə və yaxud da hətta bəzən belə bir ifadə də var. Deyirlər ki, through adətən işlənir, həmçinin səmanı görməyimiz məhdud olan yerlərdən keçəndə. Məsələn, tüneldən keçirəm, səmanı görə bilmirəm. Düzdür? Through the forest dedim bayaq, thick forest. Nə deməkdir? Çünki meşədən də keçəndə bir növ nə olur? Səmanı görməyə məhdudlaşır da budaqlardan, yarpaqlardan. Eyni zamanda through the rain də deyirik bəzən, yağışdan keçdim. Yağışda da biz nə edirik? Səmanı görə bilmirik. Tam olaraq gözümüzü açırıq, artıq gözümüzə yaş dolur, su dolur. Yenə bağlayırıq biz. Belə də ifadə edə bilərik. Eyni zamanda sanki belə yada saxlayında maniyədən keçib gedirəm sarasa. Orada through'dan istifadə vasitəsilə o mənada işlənir içərisindən. Burada ən vacib qeydlərdən biri sözünüsüz işlənən feillərimiz. Yəni özündən sonra sözünü tələb eləməyən feillərimiz var. Məsələn, ən çox şagirdlər çalışırlar burada enter-də, visit-də. Məsələn, deyirəm, şagird deyir ki, I entered the university last week.
Keçən həftə mən universitetə qəbul oldum. Entered to the university desəm səhv olacaq. Niyə? Universitetə deyirəm əslində, universitetə. İstiqamət var orada. Amma mən də to verə bilmirəm orada. Çünki bu feillər özündən sonra to qəbul etmirlər. Aydın oldu. Və ya burada başqa bir she helped to me. Belə ifadə olar mı? Help feili də özündən sonra to tələb eləmir. Bax, help feili. To tələb eləmir. Burada lend. Lend me some money, so lend to me some money. Lend me. Sözün olmaz orada da. Sonra bax burada şagirdlərin marağını çəkən ifadə var. Marry feili. Marry, evlənmək. Məsələn, biz ifadə keçmişik, to be birləşmək. To be married to. Evli olmaq deməkdir o. Amma evlənmək deyəndə isə marry him. I married him. Sözünü ilə to be nə işlənirsə sözünü verməlisən to. Amma boş işlənirsə bu zaman isə biz sözünü vermirik orada. Aydın oldu. Bu keçən hansısa bir sınağa düşmüşdü, ona görə əlavə eləmişəm bura. Give feilidir, forgive bağışlamaq feilidir. Bunlar da bax sözün üstü işlənən feillərdir. Bunları öyrənirsiniz. Bir də uşaqlar burada özündən əvvəl sözünü tələb etməyən feillər var. İfadələr var. Feillər yox, ifadələr var. Məsələn bax biz siz deyirsiniz mən xaricdəyəm. Necə deyərsiniz onu? Mən xaricdəyəm. I am in abroad yoxsa I am abroad? Abroad. Çünki niyə vermirik in orada? Abroadın öz tərkibində dadə var. Yəni orada təkrar in verməyimizə ehtiyac yoxdur. Aydın oldu. Və ya burada lastdan qabaq. Deyirəm ki I met him last week. Onunla keçən həftə görüşdüm. In last week olmaz. Yəni lastdan və nextdən qabaq, everydən qabaq, every weekdir, every monthdır. Bunlardan qabaq biz sözünü vermirik. Here, there də eyni qaydada. I am here, I am in here demək olmaz. Aydın oldu. Belə. Bunlardan qabaq sözünü olmur və həmişə özündən sonra to tələb edən feillərimiz var. Görürsünüz bu feillər uşaqlar. Explain, say, prefer, belong, listen, object. Ən çox işlənlərdən biri listen feili deyirlər. She listened to the music. O musiqi dinlədi, musiqiyə qulaq asdı. To olur. This book belongs to me. Bu kitab mənə məxsusdur. Belong to ilə işlənir. Bunlar belə. Ona try əlavə edək. Try da var, bəli, try da to ilə işlənir. Try'dan sonra bəzən ayıncı da ola bilir. Bəzən ayıncı da ola bilir. Ona burada yazmamışam onu. Oranı decide yazmaq olar. Decide ta olar. Bilirsiniz nədir məsələ? Biz burada qeyd eləmişik sözünü kimi, sanki belə deyək də. Explain to me. Bir var sözünü kimi, bir də var ki infinitive kimi. Aydın oldu mu? Burada sözünü kimi yəni demişik, bu sözünü. Burada bu feillərə baxarsa talk və speak feilləri həm to ilə işlənə bilir, həm də about-la işlənə bilir. Məsələn, mən deyirəm ki I speak to Ali. Mən Əli ilə danışıram. Bir də deyirəm ki I speak about the weather. Mən hava haqqında danışıram. Cansız varsa about verirəm sanki, canlı varsa to verirəm. Düzdür, bəzən insan haqqında danışa bilərəm kimdənsə, amma sizin testlərinizdə hələ ki elə bir testlər yoxdur ki, yəni orada elə bir şey yoxsa. Yəni insan haqqında danışıramsa kimdənsə, orada haqqında verə bilərəm, düzdür. Amma testlərdə iki nə variant olmur da. Ya to olacaq orada elə hal olsa, ya about olacaq. İkisindən birini götürə bilərik. Amma biz normalda biz şəxs varsa speak to him, talk to him, to veririk. Amma hər hansı bir cansız isimlə bağlı nəsə bir şey izah verilirsə, o zaman biz speak about və talk about verəcəyik. Günün hissələri var. İki cür istifadə edə bilərik. Günorta, gecə, gecə yarısı. Günorta at noon, gecə night, at night, gecə yarısı at midnight. Amma səhər, günorta, axşam ifadələri isə bunu ən çox gördüyünüzdür. Aşağı siniflərdən görürsünüz, yəqin ki, esselərdə, mətnlərdə görmürsünüz. In the morning, in the afternoon, in the evening. Və vacib qeydlərdən biri var burada uşaqlar. Go sözü ilə home arasında, home sözü arasında heç bir sözünü olmaz. I go to home olmaz. I went to home olmaz. I go home. Hətta siz bir neçə dəfə essay yazmışsınız, o səhvləri mən düzəltmişəm. Kimsə dəftərində olubsa, yəqin müşahidə eləmişsiniz. Bəli, go and home arasında to vermişsiniz, onu silmişsiniz çünki o bu qaydaya görə. Go and home arasında olmaz. Hətta burada qeyd eləmişik ki, on the way to home ifadəsindən sonra və on the way to ifadəsindən sonra home gəlir, görürsünüz bu to vermişəm. Bu səhvdir. Demişəm ki, home sözü gələrsə to işləmir burada. On the way to home yox, on the way home. Aydın oldu. I met him on the way home. On the way to home olsa bu yanlış ifadədir. Aydın oldu. Bu qədər izahımız.